Ani emosional dəyişikliklər, xəstə tez sevinir, qəzəblənir, ağlayır və ya gülür. Ağlama və gülmə krizləri, kiçik səbəblərdən nəzarətsiz epizodlar, zəif motivasiya, istək və təşəbbüsün azalması, adi işləri görməkdə çətinlik, tez yorulma, fiziki və psixi zəiflik, gündəlik fəaliyyətləri davam etdirmədə çətinlik çəkmə, diqqət və konsentrasiya problemləri, sadə işlərə diqqət yetirə bilməmək, yuxu pozuntuları, yuxuya getməkdə çətinlik, tez-tez oyanmaq, yorğun oyanmaq, apatik və passiv davranış, sosial fəaliyyətlərdə maraqsızlıq, təcrid olunma, hərəkət və nitqdə yavaşlama, reaksiyaların gecikməsi, zəif koordinasiya, anksiyetə və narahatlıq, əsəbilik, qorxu hissi, gərginlik, qısa müddətli yaddaş zəifliyi, son baş verən hadisələri xatırlamaqda çətinlik çəkmə və sair kimi əlamətlər üzvü mənşəli emosional labil pozuntunun əsas əlamətləridir. Səbəblərinə gəldikdə isə kəllə-beyin travmaları, ünsüz sonrakı dövr, neyrodegenerativ xəstəliklər, ensefalit, meningit kimi iltihabi proseslər, hipoksi və metabolik pozuntular və s. göstərmək olar.